Toplum TV işində dövlət ittihamçısı deyib ki, Ələsgər Məmmədli hakimə təsir edə bilər. Dekabrın 15-i Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV-nin həm təsisçisi Ələsgər Məmmədli cərrahi əməliyyat olunmaq üçün ev dustağına buraxılmasını istəyib. O vəsadəti belə əsaslandırıb ki, artıq ölkədə olan şahidlərin hamısı dindirilib və dövlət ittihamçısının əvvəllər iddia etdiyi kimi onun şahidləri təsir etmə imkanı yoxdur. Bu dəfə dövlət ittihamçısı Rauf Malışov Ələsgər Məmmədlinin hakimə təsir edə biləcəyini deyib, ardınca vəsadət təmin olunmayıb. Prokuror Məmmədlinin hakimə necə təsir edə biləcəyini də əsaslandırmayıb. 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətli də bildirib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində təzyiq ölçən belə yoxdur. Stat: Ultrasəs müayinəsi aparatı olsa da həkim yoxdur. 4000-dən çox məhbusun olduğu yerdən söhbət gedir. Biz dəfələrlə bu məsələni qaldırsaq da şikayətimiz təmin olunmur. Statın sonu. Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev istintaq müddətində qanunsuzluqlara yol verən polis və prokurorluq əməkdaşlarının məsuliyyətə cəlb olunmasını istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib. Toplum TV işi üzrə ümumilikdə 10 nəfər cinayətçi açılıb. Onlar qaçaqmalçılıqda və bir neçə maliyyə cinayətində ittiham olunurlar. Toplum TV ilə yanaşı Abzas Media və Meydan TV-nin əməkdaşları da oxşar maddələrlə hazırda həbsdədirlər. Bu iş üzrə ittiham olunanlar həbslərini siyasi sifariş adlandırır. Hakimiyyət rəsmiləri isə bir qayda olaraq deyilənlərlə razılaşmırlar.